Bugün keçirilən buraxılış imtahanına düşən belə bir sual verilmişdir. Sualda deyilir ki, loqaritm 2 əsasdan verilən bu ifadə 3 olarsa, tənliyin kökləri hasilini tapın. Uşaqlar, burada ilk öncə nə etməliyəm? Yazıb baxmalıyam ki, loqaritm 2 əsasdan bura nə yazsam, bu ifadə məndə 3-ə bərabər olar. O zaman mən burada 2-nin qubu yazmalıyam ki, bunu mən 3 loqaritm 2 əsasdan 2 yaza bileyim və bu 3-ə bərabər olsun. Yəni verilən bu ifadənin yerində 2-nin qubu var. O zaman yazıram. Loqaritma 2 əsasdan x-in kvadratı plus, daha doğrusu minus 3 loqaritma 2 əsasdan x plus 4 bərabərdir nəyə? 2-nin qubuna. Bunu da gətirib bura yazıram 8 kimi. 2-nin qubu da verir 8. Bəs bu nəyə bərabər olur? Loqaritma 2 əsasdan x-in kvadratı minus 3 loqaritma 2 əsasdan x minus 4 bərabərdir 0. 8-i atdım sol tərəfə. Daha sonra buradan belə bir əvəzləmə edirəm. Baxın, yazıram ki, loqaritma 2 əsasdan x bərabərdir t-yə. O zaman nə alınır? T kvadrat minus 3t minus 4 bərabərdir 0. Köklərinin cəmi 3, hasili -4. Bunlar hansı ədədlərdir? 4 ilə -1-dir. Yəni bunların kökləri x1 4-dür, x2 də nədir? -1-dir. Mən amma bunun t-sini nəyə demişəm? Loqaritm 2 əsasdan x-dir. Burada daha doğrusu x1 ilə x2-nin yerinə t1, t2 yazsaq daha uyğun olar. O zaman mən yazıram. Loqaritma 2 əsasdan x-i birinci halda bərabər eləyirəm 4-ə. O zaman x alınır 2 üstü 4. İkinci halda da bərabər eləyirəm -1-ə. Loqaritma 2 əsasdan x bərabərdir -1. X-i də tapıram 2 üstü -1, yəni 2-də 1. Mən köklərini nə tapdım? Birini tapdım 2 üstü 4, o birisini tapdım 2-də 1. Bizə deyilir ki, köklərinin hasilini tap. 2 üstü 4-ü vuraram 2-də 1-ə. Bu da bizə 2 üstü 4 verir 16, vurulsun 2-də 1. İxtisarlarımı aparsam, cavabı taparam 8.